Uşaqlar, gəlin bugün Landau quizlərindən Newton mövzusuna aid suallarımıza baxaq. Başlayaq birinci sualdan. Nə deyir bizə? Deyir ki, birinci halda cismin təcili 4 metr bölü saniyə kvadrat, ikinci halda isə 3 metr bölü saniyə kvadratdır. Cisimlərin kütlələrinin nisbəti nəyə bərabərdir və sürtünmə qüvvəsi də nəzərə alınmır. İndi baxırıq uşaqlar. Birinci cisim bizə təsir edən bizə qüvvəni verib, birinci cismin təcilini verib kütləsini istəyir. Təcil qüvvə kütlənin birgə iştirak etdiyi düstur təbii ki nə idi? M bərabər idi, F bölünsün A-dır. İndi F-i verib neçə? 20 Newton. Təcil verib birinci cisim üçün neçə? 4. Onda birinci cismin kütləsi nəyə bərabər oldu? 5 kiloqrama. Keçdik eyni qaydada ikinci cismə baxmağa. Baxıram ki, indi 27 Newton qüvvə təsir edir. Amma neçə dənə cismi çəkib dartmaq üçün, yaxud neçə dənə cismə? 2 dənə cismə. Onda nə yazırıq artıq burada? F bərabərdir M1 plus M2 vurulsun nəyə? A-ya. İndi gəlin baxaq. F-i verib neçə? 27 Newton. M1-i tapmışdım, bəli tapmışdıq 5 kiloqram. M2-ni bilmirəm, elə tapmaq lazımdır. Təcilimiz bu halda nəyə bərabər idi? Baxın, ikinci halda deyir artıq təcil 3-dür. Onu gətirib yazdım. Hər tərəfi 3-ə böləndə 9 bərabər oldu. 5 plus M2-yə. Buradan da M2 bərabər olacaq nəyə? 4 kiloqrama. Məndən nə istəyirdi? Məndən istədiyi M1-in M2-yə nisbətidir. M1 bölü M2, M1-i tapdıq 5, M2 də 4-dür. Onda deməli 4-də 5 yaxud 5 bölü 4 harada verilir bizim üçün? Y variantında. Keçək indi baxaq ikinci sualımıza. İkinci sualda nə deyir bizim üçün? Deyir ki, T gərilmə qüvvəsinin 20 Newton olduğunu bilərək F gərilmə qüvvəsini hesablayın. İndi uşaqlar, gəlin diqqət edək. Baxın, T gərilmə, diqqət edirik ki, 20 Newton verir bizim üçün. Amma neçə dənə cismin yaratdığı gərilmədir bu? Baxıram, T gərilmədən əvvəl neçə dənə cisim var? Bir dənə M kütləli cisim var. Yəni, baxın, özündən əvvəl gələnə həmişə diqqət edin. Özündən əvvəl neçə dənə cisim gəlib? Bir dənə M kütləli cisim. Deməli, bu gərilmə bir dənə M kütləli cismin yaratdığı nəymiş? Gərilməymiş. Bəs yaxşı, onda burada yaranan gərilmə nəyə bərabər olacaq? İndi burada yaranan gərilmə baxıram ki, uşaqlar, artıq neçə dənə cisim var? 2 dənə cisim var. Yəni, 2 cismin yaratdığı gərilmədir. Bir cismin yaratdığı gərilmə 20 Newton idisə, hətta gəlin yazın. T gərilmə bərabərdir nəyə? MJ-yə. 1 MJ idi də. İndi bunu bizə nə vermişdi? 20 vermişdi. Yəni, 1 MJ 20-yə bərabər idi. İndi bu gərilmə üçün nə yazırıq? T gərilmə bərabərdir 2 MJ. 1 MJ 20 isə gətirib yerinə qoyanda olacaq. Təbii ki, burada artıq yaranan gərilməmiz nə? 40 Newton. Baxın, burada yaranan gərilmə də 40 Newtondur. İndi bu hissəni silim artıq. Yazaq 40 Newton. İndi uşaqlar, baxırıq. Bu blokun qolları necədir? Aşağı. Hansı blokdur? Tərpənməz blok. Tərpənməz blok qazanc əldə edirdi-mi? Qətiyyən. Əldə etmirdi. Təbii ki, sağ qolda yaranan artıq ümumi gərilmə 40 Newtondursa, sol qolda da yaranan ümumi gərilmə 40 Newton olacaq. Yəni, burada da elə bizim F-imiz nəyə bərabərdir? 40 Newtona bərabərdir. Bu da hansı variantda verilib bizim üçün? Bunu da verib bizə D variantında. İndi keçək baxaq üçüncü sualımıza. Üçüncü sualda nə deyir? Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Düz xəttlər edən iki cismin koordinatının zaman asılı qrafik verilib. Birinci şərtdə deyir ki, cismə təsir edən qüvvələrin əvəzləyicisi sıfıra bərabərdir. Təbii ki, bu hər ikisinə aiddir. Çünki uşaqlar, birinci qrafikdə, ikinci qrafikdə nədir? Düz xəttli bərabər sürətli hərəkətin qrafikidir, koordinat zaman qrafiki. Biz bilirik ki, koordinat, yer dəyişmə nə vaxt təcili hərəkətə uyğun olur? Parabolik qrafiklərdən söhbət gedəndə. Əgər koordinatın yer dəyişmənin qrafiki düz asılıqdırsa, bu düz xəttli bərabər sürətli hərəkətdir. Düz xəttli bərabər sürətli hərəkətdə də təcil qüvvə nəyə bərabər idi? 0. Ona görə birinci gəldi hər ikisinə. İndi sürətin modulu 3 metr bölü saniyədir. Gəlin artıq hesablayaq. Deməli, birinci qrafikə görə gəlin hesablayıram. V bərabər idi, x çıxılsın, x0 bölünsün t idi. İndi birinci qrafikə görə uşaqlar, baxın, burada məlum zamanım nədir? 2 saniyəyə görə gedəcəm elə. Deməli, zamanın 2 saniyə anında son qiymətim mənim neçədir? Baxın, diqqət edin, 0. Başlanğıc nədir? Həmişə ordinata toxunandır. Başlanğıc isə -6-dır. Onda 0 çıxılsın -6, bu da bizə verəcək nə? 3 metr bölünsün saniyə. Eyni şey ikinci üçün də baxaq. Deməli, V2 bərabərdir, x çıxılsın, x0 bölünsün t. İndi yenə burada zamanı məlum anın neçədir? 4 saniyə. 4 saniyədə mənim son koordinatım neçə olub? Baxın, qrafik gəlib 0-a. 4 saniyədə 0-dır. Onda 0, həmçinin başlanğıcda ordinata toxunan idi. -8. Bu da bizə nə verəcək? -2 metr bölünsün saniyə.
İndi baxaq, diqqət edək. Deyir ki, cismin sürətinin modulu 3 metr bölü saniyədir. 3 metr bölü saniyəni harda aldıq? Birincidə. Daha sonra sürəti modulu 2 metr bölü saniyədir. Yəni mənfi alsam belə nəzərə alma. Onu da harda aldıq? İkincidə. 3 də gələcək ikinciyə. Daha sonra cisim düz xətli bərabər sürətdə hərəkət edir. Dedik axı, hər ikisi düz xətli bərabər sürətdə hərəkətin qrafikdir. Ona görə gəldi mərkəzə. Cisim müşahidəyə başlayandan 2 saniyə sonra koordinat başlanğıcında olar. Yəni koordinat başlanğıcı nədir? 0. Təbii ki, bu da qrafikdən baxın aydın şəkildə gözümüzün qarşısındadır. İkinci saniyənin sonunda koordinat başlanğıcında olan hansıydı? Birinci. Dördüncü saniyənin sonunda koordinat başlanğıcında olan hansıdır? İkinci qrafikimiz. Onda deməli 5 gələcək 1-ə, 6 da gələcək 2-yə. Yəni 1-ə gəlir 2, 5, 2-yə gəlir 3, 6, 3'e de gelir 1, 4. Onu da verip harda bizim için D variantında. İndi keçək gəlin 4-cü sualımıza. İndi 4-cü sualımızda uşaqlar diqqət edirik. Nə deyir bizim üçün? Deyir ki, cismə təsir edən 4 qüvvənin əvəzləyicisinin modulunu hesablayın. İndi baxıram. Bu bizim uşaqlar diqqət edin F1 qüvvəmizdir. Bax. Bu F1'dir. Daha sonra bu F3'dür. Bu F2'dir. İndi burada düşünürük. Bu da F4'dür. Bax. Gəlin yazım elə. Bu da olacaq nə? Bizim F4'ümüz. İndi bircə gəlin hamısını artıq aydınlaşdıraq görək. Qiyməti nəyə bərabər imiş? Deməli uşaqlar, baxıram burada. Biz demişdik ki, fizikada əyrixətli vektorun heç bir mənası yoxdur. Dərhal onu nə etməliyəm? Proyeksiyalarına ayırmalıyım əyrixətli vektor görən kimi. İndi başlayaq nizamla birincidən. Birinci baxırıq ki, necə yönəlib. Baxın, bu şəkildə x oxu boyunca. İndi bunu proyeksiyasına ayırmağa ehtiyac varmı? Xeyr, qətiyyən. Əgər bir vektor konkret olaraq x oxu yaxud y oxu üzrə yönəlirsə, onu ayırmağa ehtiyac yoxdur. Əyrixətli vektoru proyeksiyasına ayırırıq. İndi F1 necə yönəlib? Sağa yönəlib. Özü də neçə dama yönəlib? Gördüyünüz kimi bir dama. Ona görə baxın, sağa göstərirəm və bir damanı da qeyd etdim bu şəkildə. İndi keçdik, eyni şəkildə baxırıq artıq F2-yə. Diqqət edirəm, F2 necə yönəlib? Artıq əyrixətli vektordur. Ya x oxu üzrə yönəlməyib, ya da y oxu üzrə yönəlməyib. Ona görə onu dərhal nə edirəm? Başlayıram proyeksiyalarını ayırmağa. Bu təbii ki, uşaqlar olacaq, baxın. Bu bizim y oxu üzrə olan proyeksiyamızdır. Bu da bizim x oxu üzrə olan proyeksiyamızdır. İndi baxırıq ki, bizim y oxu üzrə olan proyeksiyamız neçədir? -6'dır. Onda gəlin yazaq, bax. Yazdıq, nə -6? Özü bayaq bayaq burada F1'i 1 qəbul etdim. F1'imiz 1 deyib. Gördüyünüz kimi neçə verib? 2 verib. Ona görə buradakı qiyməti sağa doğru, yəni 2 qəbul etdik. İndi F1 y-imiz, daha doğrusu bağışlayın, F2 y-imiz 6'dır və -6'dır. Ona görə nə yazarım? Əslində mənfi yazmasız olar. Orada sadəcə o mənfi yazmaqda niyə görə qeyd edib? Y oxunun əksidir. Biz bilirik ki, axı x oxunun əksi, y oxunun əksi, yəni koordinat oxunun əksi olanda artıq mənfi olur vektorial kəmiyyətlər. O da istiqaməti yəni göstərir. Ehtiyac yoxdur yazmağa. Yəni F2y indi aşağı doğru necə qiymətə malikdir? 6 qiymətinə malikdir. İndi bəs yaxşı F2x-i proyeksiyasına ayırdım axı. Baxın, onu da proyeksiyasına ayıranda gəldi neçə oldu? -2 yenə qeyd edirəm. Mənfisini yazmağınıza ehtiyac yoxdur. İstiqaməti göstərir. Deməli, sola doğru artıq nə yazdım? 2 yazdım. F2'nin də proyeksiyalarını ayırdıq. İndi keçək eyni qaydada. Gəlin F3'ə. İndi F3'ə baxıram uşaqlar. F3 yenə nədir? Əyrixətli vektordur. Dərhal proyeksiyalarını ayırırıq. Bu olacaq onun təbii ki, şaquli oxu nədir? Y oxudur. F3 Y proyeksiyasıdır. Bu da onun F3 nədir? X proyeksiyasıdır. İndi F3 Y yuxarı doğru özü də neçə verib? Gördüyünüz kimi 2 verib. F3X sola doğru özü də gördüyünüz kimi yenə gəldi. Hansı qiymətə çıxdı? 2'yə. Ona görə gətirib bax burada sola doğru bir də plus 2 yazdım. Eyni qaydada indi gedirik F4'ə. F4 budur uşaqlar. Sadəcə gəlib göstərməyib. Yəni burada biz bilək özümüz. İndi F4'ü də yenə dərhal proyeksiyalarını ayıram. Çünki əyri-xətlidir. Bu olacaq F4Y. Bu isə olacaq nə? F4X. İndi F4Y yuxarı özü də neçə? 2 dama plus 2 yazdıq. İndi F4X sağa özü də neçədir qiyməti? Yenə 2'dir. Ona görə sağa 2 yazdıq. Gördüyünüz kimi artıq bu qəliz, yəni bizim təsvirimizi gətirib sadələşdirdik. İndi yuxarı ümumilikdə bizə nə verir? 4 verir. Aşağı nə verir? 6 verir. Bir digər tərəfdən sağ verir 4, sol da verir 4. Onda deməli sağ tərəfdən sol tərəf bir-birini nə elədi? Kompensasiya etdi. Yəni artıq bunlar getdi. Ehtiyac yoxdur. Sağ vektor, sol vektor bir-birini kompensasiya etdi, qalmadı. Onda yuxarı doğru deməli 4,
Aşağı doğru da mənim artıq qiymətim nə idi? 6 idi. Gəlin elə bunu artıq bir F1 yazaq. F1 bərabərdir 4 yazaq. Bunu da bir F2 bərabərdir 6 yazıram. Uşaqlar, indi F1-dən F2 gördüyümüz kimi necə yönəlib? Əks istiqamətdə. Əks istiqamətdə olanda biz bilirik ki, əvəzləyici necə tapılırdı? Çıxılaraq. Onda tez dərhal yazıram. F əvəzləyici bərabərdir. Özü böyükdən kiçiyə çıxırdıq. F2 çıxılsın F1, 6 çıxılsın 4. O da bizə verəcək 2. Və əvəzləyicinin də istiqaməti necə yönəlirdi? Böyük istiqamətində. Yəni, bax, əvəzləyicinin istiqaməti də soruşsaydı, aşağıya doğru yönələcəkdi. Deməli, bu 4 dənə vektorun əvəzləyicisi nəyə bərabər imiş elə? 2 Newtona bərabər imiş. Cavabımız 2 Newtondur. İndi gəlin keçək baxaq burada 5-ci sualımıza. 5-ci sualda nə deyir bizim üçün? Deyir ki, birinci cismin kütləsi ikinci cismin kütləsindən 2 dəfə çoxdur. Onda tez dərhal yazıram. M1 bərabərdir nəyə? 2M2-yə. Çünki özü qeyd edir. Deyir ki, birinci cismin kütləsi ikinci cisimdən 2 dəfə çoxdur. Dəfə çoxdursa vurmadı. Dəfə az desəydi bölmədi. İndi məsələnin şərtində baxaq verilənlərə. Birinci cisim ikinci cisimdən daha çox ətalətlidir. Bəli, uşaqlar. Biz bilirik ki, kütlə ətalətliliyi xarakterizidir. Hansının ki, kütləsi çoxdursa, onun ətalətliliyi daha çox olacaq. Birinci cisim ikinci cisimdən nə idi? Daha böyük kütləyə malik idi. Sözsüz ki, daha çox ətalətliliyə malik olacaq. Ona görə elə birinci bizim cavabımız doğrudur, ikinci səhvdir, birinci daha çox ətalətli idi. Daha sonra cisimlərin qarşılıqlı təsiri zamanı birinci cisim ikinci cisimdən 2 dəfə az təcil alır. Gəlin baxaq da indi. Mən bilirəm ki, təcillə kütlə arasında hansı münasibət var? F bərabərdir M-adır. Qarşılıqlı təsir deyir. İndi M bərabərdir F bölünsün A. Məsələnin şərtində qeyd etmişdik ki, qarşılıqlı təsir sözü varsa, qüvvələr bir-birinə bərabərdir. Newtonun 3-cü qanunu təsir əks təsirə bərabərdir. İndi diqqət edək, kütlədən təcil necə çıxdı tərs? Yəni M1 bölünsün M2 bərabərdir. A2 bölünsün nəyə? A1-ə. İndi baxıram uşaqlar. M1-imiz nə idi? 2M2 idi. M2 isə öz yerində. Bərabərdir nəyə? A2 bölünsün A1-ə. M2-lər getdi. Onda buradan tapdıq ki, A2 bərabər imiş nəyə? 2A1-ə. Amma məsələnin də şərtini birinci cisim deyək. Gəlin buradan A1-i tapaq. Onda A1 bərabər imiş nəyə? A2 bölünsün 2. Yəni birinci cismin təcili ikinci cismin təcilindən gördüyünüz kimi nə aldıq? 2 dəfə az. Çünki bölmədirsə azdır. Özü də dəfə azdan söhbət gedir. Onu da baxaq görə harda verib? Birinci cisim ikinci cisimdən 2 dəfə az təcil alır. Deməli verib üçüncüdə. Daha sonra birinci cisim ikinci cisimə 2 dəfə çox təcil alır. Bu təbii ki, səhv ifadədir artıq. İndi cisimlərin qarşılıqlı təsiri zamanı birinci cismin sürəti daha çox dəyişir. İndi gəlin yenə ona da diqqət edək. Biz bilirik ki, kütlədən sürət də tərs asılıydı uşaqlar. Newtonun 3-cü qanundan çıxan bəs nəticələrdə nə qeyd etmişdik? Qarşılıqlı təsir zamanı bəli, qüvvələr bərabərdir. Amma kütlə sürətlə, amma kütlə təcillə, amma kütlə yer dəyişməklə necə asılıydı? Tərs asılıydı. Yəni elə təcil üçün aldığımız nəticəni elə sürət üçün də şamil edə bilərik. Amma gəlin buradan diqqət edək, özümüz yazalım da. Deməli, M1 bölünsün M2 bərabərdir. V2 bölünsün nəyə? V1-ə. Tərsi asılda qeyd elədik. İndi M1-imiz nə idi? 2M2 idi. 2M2 bölünsün M2 bərabərdir. V2 böl V1-ə getdi. Onu da buradan tapdım ki, V2 bərabər imiş nəyə? 2V1-ə. Yəni cisimlərin qarşılıqlı təsiri zamanı ikinci cismin sürəti nə edilmiş? Daha çox dəyişilmiş. O da harada verilib bizim üçün? 6-cıda. Yəni doğru cavab nədir? 1, 3, 6. Gəl indi keçək sonuncu sualımız 6-cı sualımıza. 6-cı sualda nə deyir bizim üçün? Deyir ki, kütləsi 10 kiloqram olan cismin 0, 2, 2, 4, 4, 6 saniyə arasında təsir edən qüvvələri, bir də təcilləri müəyyənləşdirir. Birincisi uşaqlar, baxırım. 0, 2 saniyə aralığında. Sürət nədir? Sabitdir. Sürət sabitsə, bu hansı hərəkətdir? Düz xəttli bərabər sürətdir. Onda yazırıq. Bərabər sürətli hərəkətdir. Bərabər sürətli hərəkətdə təcil, qüvvə nəyə bərabərdir? 0-a bərabərdir. Onda deməli 0-2 saniyə aralığında təcil də 0-dır, qüvvə də 0-dır. Baxıram ki, qüvvəni 0 verib C-də, təcilin qiymətini verməyib 0 olaraq. Ona görə elə 1-ə gələcək C. Keçin ikinci. İkinci halımız nədir? 2-4 saniyə aralığı. 2-4 saniyə aralığında baxıram ki, mənim qrafikim artıq zaman oxundan uzaqlaşır. Uzaqlaşırsa hansı hərəkətdir? Təbii ki, bərabər yeyinləşən. Onda dərhal yazdıq nə? Bərabər yeyinləşən. İndi gəlin təcilimizi hesablayaq. A bərabər idi nəyə? V çıx, V0 bölünsün T-yə. İndi uşaqlar 2-4 saniyə aralığında diqqət edirəm. Mənim qrafikimin son qiyməti, yəni son sürəti neçədir? 12-dir.
Başlanğıcı neçə idi? 2-4 saniyə aralığına baxırıq. 4-dür. 12 çıx 4. İndi 2-4 saniyə aralığında da sərf etdiyim zaman neçədir? 2 saniyədir. Onda 12-dən 4-ü çıxanda 8. 8-i də 2-yə böldük. Neçə elədi? 4 metr böl saniyə kvadrat. Təcilin 4 metr böl saniyə kvadratı. Bir də qüvvəni də hesablamalıyam. F bərabərdir MA-dan hesablayaq. Kütləni verib 10 kiloqram. Təcili 4 tapdıq. Onda deməli qüvvə də 40 newtondur. Deməli təcili 4 D-dədir. Qüvvəsi də bir digər tərəfdən 40 newton verib A-da. Yəni 2-yə də gələcək AD. İndi keçək üçüncüyə uşaqlar. Üçüncü də nədir burada? Artıq deməli 4-6 saniyə aralığı. 4-6 saniyə aralığında baxırıq ki, bizim artıq qrafikimiz zaman oxuna yaxınlaşır. Yəni necə hərəkətdir? Bərabər yavaşlayan. Təbii ki, bərabər yavaşlayan hərəkətdə də təcil qüvvə var. Bərabər sürətli hərəkətdə yoxdur təcil qüvvə. İndi uşaqlar, baxıram ki, 4-6 saniyə aralığında gəlin təcilimizi hesablayaq. V çıx, V0 bölünsün T. 4-6 saniyə aralığında sərf etdiyim zaman neçədir? 2 saniyə. Qrafik baxın, gəlib neçəyə? Son həddi 0-dır. Başlanğıcı neçədir? Baxın, 12-dən gəlib 0-a. Deməli, 0 çıxılsın 12, bölünsün 2. Onda o da bizə neçə verəcək? -6 metr bölünsün saniyə kvadrat. İndi qüvvəmizi tapaq. F bərabərdir MA-dır. Kütlə 10 kiloqram idi. Təcili tapdım. -6. Onda qüvvəmiz də nəyə bərabər imiş? -60 newton. İndi biz bilirik ki, vektorial kəmiyyətlərdə mənfi nəyi ifadə edir uşaqlar? Hərəkətin x oxunun yaxud da y oxunun, indi koordinat nədirsə, koordinat oxunun əksi istiqamətində olduğunu, ədədi qiymətinə dəxlisi yox idi. İndi onsuz da məsələnin şərtinə baxın, deyir, hərəkətin əksinə yönəlir. Təbii ki, hərəkətin əksi nədirsə, orada mənfi nüansı olmalıdır. Ona görə baxın, burada elə gələcək deməli, üçüncüyə B. Bir də həmçinin təcili də nə aldıq? Modulu deyib onsuz da, yəni mənfi alsan da nəzərə alma, Y gələcək. Deməli, 1-ə gəldi C, 2-yə gəldi AD, 3-ə isə gəldi BY. Bax, bu da bizim artıq uşaqlar Newtonun quizlərinin izahı idi.